Xalid İbn Səidin imanı. İslam'a dəvətin ilk zamanlarında Xalid İbn Səid bir yuxu görmüşdü. Yuxusunda cəhənnəmin qırağında dayanırkən atası onu itələyib yıxmaq istədi. Tam o zaman Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin onun belindən tutub cəhənnəmə düşməkdən canını qurtardığını gördü. Yuxudan hövlənək ayıldı və "Vallahi bu yuxu həqiqətdir" deyə öz-özünə danışdı. Çölə çıxanda Həzrəti Əbubəkirə rast gəlib yuxusunu ona danışdı. Həzrəti Əbubəkir radiyallahu anh ona "Yuxun həqiqətdir. Bu adam Allahu Taala'nın peyğəmbəridir. Bu dəqiqə get, ona tabi ol. Sən ona boyun əyəcək, gətirdiyi dinə girəcək və birlikdə olacaqsan. O da səni yuxuda gördüyün kimi cəhənnəmə düşməkdən qoruyacaqdır. Atan isə cəhənnəmdə qalacaqdır" dedi. Həzrəti Xalid İbn Səid yuxusunun təsiri altındaydı. Vaxt itirmədən dərhal Əcyad deyilən yerə Muhammed əleyhissalamın huzuruna getdi və "Ey Muhammed, sən insanları nəyə dəvət edirsən?" deyə soruşdu. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm cavabında "Mən insanları tayı və bərabəri olmayan yeganə Allaha və Muhammedin əleyhissalam, onun qulu və peyğəmbəri olduğuna inanmağa, eşitməyən, görməyən, heç bir zərər və fayda verməyən, ona sitayiş edənləri də, sitayiş etməyənləri də tanımayan bəzi daş parçalarını sitayiş etməkdən əl çəkməyə dəvət edirəm" buyurdu. Bundan sonra Xalid İbn Səid dərhal "Əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammədən Rasulullah" mən də şahidlik edirəm ki, Allahu Taala'dan başqa ibadət edəcək ilah yoxdur və yenə şəhadət edirəm ki, sən Allahu Taala'nın peyğəmbərisən deyərək müsəlman oldu. Onun müsəlman olması Peyğəmbərimizi sallallahu aleyhi və alihi və səlləmi çox sevindirdi. Dalınca xanımı Ümmeyyə də müsəlman olmaqla şərəfləndi. Həzrəti Xalid İbn Səid qardaşlarının da müsəlman olmasını istəyir və bunun üçün cəhd edirdi. Onlardan Ömər İbn Səid də müsəlman olmuşdu. Şiddətli bir İslam düşməni olan atası Əbu Uheyha, Xalidin və Ömərin müsəlman olduğunu və Məkkənin tənha bir yerində namaz qıldıqlarını öyrənincə, övladlarından müsəlman olmayanlarını göndərib, onları yanına gətirdi. Sonra yeni girdikləri dindən dönmələrini söylədi, danlayıb döyməyə başladı. Sonra Xalid İbn Səidə "Sən Mühəmmədə tabi oldun, halbuki sən onun öz qövmünə zid hərəkət etdiyini və gətirdiyi şeylə bütlərimizi və atalarımızı təhqir etdiyini görürsən" dedi. Xalid İbn Səid həzrətləri də "Allaha and içirəm ki, Muhammed əleyhissalam doğru deyir, ona tabi oldum, ölərəm, ancaq dinimdən dönmərəm" deyincə, atasının qəzəbi daha da artdı. Dəyənək qırılıncaya qədər vurduqdan sonra "Ey yaramaz evlad, istədiyin yerə get, and olsun ki, sənə çörək verməyəcəyəm" dedi. Həzrəti Xalid "Sən mənə çörək verməzsən, Allahu Teala əlbəttə ruzumu ehsan edər" dedi. Atası o biri uşaqlarını "Əgər sizdən birinizi onunla danışan görsəm, ona çəkdirmədiyim əzabı sizə çəkdirərəm" deyə qorxutdu. Həzrəti Xalidi də evin zirzəmisində tutub saxladı. 3 gün ona Məkkənin istisində ac və susuz qoydu. Xalid İbn Səid həzrətləri fürsət tapıb atasının əlindən canını qurtardı. Atası ölümcül bir xəstəliyə tutuldu. Əbu Uheyha xəstə yatdığı yerdə İslamiyyətə olan düşmənçiliyindən "Xəstəlikdən sağalıb ayağa qalxsam, Məkkədə yaşayan hər bir nəfər bütlərimizə sitayiş edəcək. Heç kim onlardan başqasına ibadət edə bilməyəcəkdir" deyirdi. Həzrəti Xalid atasının
haqq dinə olan düşmənliyinin soyması və müsəlman qardaşlarına bir zərər verməməsi üçün əllərini qaldırıb, ey aləmləri yaradan Allahım, atamın bu xəstəliyini sağaltma, deyərək dua etdi. Cənab-ı Haqq duasını qəbul etdi. Əbu Uheyha xəstə yatağından qalxa bilməyib öldü. Mus'ab İbni Umeyrin müsəlman olması. Mus'ab, Qureyşin əsr nəcabətli və varlı bir ailəsinə mənsub idi. Peyğəmbərimizin mübarək sözlərini eşidincə qəlbində böyük bir məhəbbət hasil oldu. Ona qavuşmaq arzusu ilə alışıb yanırdı. Axırda Darul Ərqama gəldi və müsəlman oldu. Bundan xəbər tutan ata-anası ona da işgəncə verməyə başladılar. Dinindən döndərmək üçün evlərindəki zirzəmiyə salıb günlərlə ac və susuz saxladılar. Ərəbistanın qızmar günəşi altında ağır və dözülməz işgəncələr verdilər. Ancaq Mus'ab İbni Ümeyr həzrətləri bu ağır və dözülməz işgəncələrə səbirlə dözərək İslamiyyətdən dönmədi. Həzrəti Mus'ab müsəlman olmamışdan əvvəl ailəsi varlı olduğundan rahatlıq və bolluq içində böyüdülmüşdü. Hamı ona həsəd aparırdı. Müsəlman olunca ailəsi onu hər şeydən məhrum etdi və işgəncə verdi. Hər cür çətinliyə dini üçün dözən Mus'ab İbni Ümeyr bir dəfə Resulullahın sallallahu aleyhi və alihi və səlləmin huzuruna gəldi. Onun bu gəlişini Həzrəti Əli belə nəql etmişdir. Resulullah sallallahu aleyhi və alihi səlləm ilə oturmuşduq. Bu zaman Mus'ab İbni Ümeyr gəldi. Əynində yamaqlı bir paltar vardı və acınacaqlı halda idi. Resulullah sallallahu aleyhi və alihi və səlləm onun bu halını görəndə mübarək gözləri yaşla doldu. Mus'abın çəkdiyi bu işgəncə və yoxsulluğa baxmayaraq dinindən dönməməsi üçün qəlbini Allahu Taala'nın nurlandırdığı bu adama baxın. Ana və atasının onu ən ləzzətli yemək içməklə bəslədiklərini gördüm. Allahu Taala və Rəsulunun sevgisi onu gördüyünüz bu hala gətirmişdir, buyurdu.